Al. Bunda çeye. Varında nova verdi. Nerse ekan bular? Taza yol imında. İndi Xudo xolasa tezlikde narsani görmeyin basamız indi Xudo xolasadan. Bu narsa ne olacak ekan bu? Çeye görünedi. Ne yemek ki? Assalomu alaykum. Yaxshimisiz? Sağlığınız yaxshimi? Sağ salomatmisiz? Men dandingizmi? Quvoncha Sherjonovman. Sağ salomatmisiz? Charchamayapsizlar? O'zingizni bir tanishtirib bering, og'a. Ben Xorazm viloyat avtomobil yo'llari bosh boshqarmasidan ismim Bahodir Suraj. Shu yerda bo'lim boshlig'i bo'lib xizmat faoliyatini yuritaman. Surajbek, bir narsaga hayron qolib turibman-da men. Ha. Yana shu quvonib, ajoyib yo'llar bo'lib turibdi deb shuni bir yo'lni endi Xudo xolasa Alloh nasib etsa shu kunlar ham yetirdi deyman-da. Alloh taoloning berganiga shukr. Tezlikni ham me'yorida qo'ymayman ham bosaveradigan yerine geldi. Buning ichida deyman, balık yo'q. Bu shishadan yasalgan ya balık turadi, onun adı ne edi? Akvaryum. Aşuvecmi? Ne olacak bu? Çeye görüntü turibdi, yana bir narsa, yana bir narsa. Bizlar shu haqida endi bir ma'lumot berasiz qisqacha harakat. Bu hazırda Urganch Xiva pulli yo'llanmashimizda qurilish jarayonida bo'ladigan, qilinadigan ish jarayonlarini bir shu akvaryumda bir ko'rsatib, qisqacha ko'rsatilgan tushuncha berish uchun shu narsani bo'lgan. Demek bu harita dediğin bir narsa bu, hang. Atılacak rejasi ko'rsatilib turibdi bu yerda. Bu bir yerden başlanadı o'xshaydi. Bu osti katlam hisoblanadi. Hozir shu yerdan geotekstil tashalgan birinchi. Atlanishimiz geotekstil. Ondan keyin 60 cm kalınlıkta kum taşaladı. Keyin onun üstünden toprak taşaladı. 1 metr kalınlıkta toprak taşalıp onun üstünden yine kaytadan geotekstil taşaladı. Yine akvaryum ötken gibi. Geotekstil şimdi bir metal hesaplanadı bu. Onun üstünden 20 cm kalınlıkta çaktaş kum aralaşmasından space'ler öteladı. Şu neyse taşalan onun üstünden setke taşaladı. 20 cm yine kara setke taşalgan. Uşlap duruş için. Keyin üstüne 40 cm kalınlıkta yine çaktaş kum aralaşması taşaladı. Çakat bu gitti bu. Katı köp. 7-8 kat. 5, 6, 7, 8, 9 kat bop gitti bu. 9 kat. Onun üstünden keyin 3 katlam 27 cm kalınlıkta asfalt beton kaplaması yatkızılmadı. Oho, gap olsun kiremez. Berçə xalqara standartlara cavab verdi. Zamanlavi tipdəki avtomobil yolu kuruladı xalqasa. Hazır bunu bizlere, yani insanlara, fukaralar için kılınıp tuttuk. Özü əvzəllikləri ne oldu bunu? Pulunu töyləysən dedi, tezlik çekara yok dedi. Rasmı şu gap? İndi bir yerde hazır pul ya tezlik çekara hakkında emas, əsası şu yollarda avtomobil hərəkətləri dum köpəyib getdi. Probkelər hasıl olub başladı. Aynıqsa şu Urganch Xiva yönəlişində probke dum əlcünə çıxan hazır. Biləsiniz özünüzdən. Sizden böyle şanda oxşaydı. Hazır bir yerde bu yerde 1,5 saatdə baralan bol tuttu hazır gündə. Şu probkelerin özünə bir yerde şu den yarıma qısqarladı. 40 minut, 45 minutda baraladı. Əsasi maksadı şu. Vaxtını tecəş. Vaxtını tecəş. Sifətli yolda yürüyüş. Tezlik namazı giderşirse bula özün başlamız mı ya? Bu indi İçişlər Başqarması belgi rəhbərləri, yol hərəkəti xəstəliyi bölüm belgi rəhbərləri. Bu indi şu belgelənədi o Xudo xolasa yol işçimiz Akarayında indi köpçülük Quvoncha şu yolunu təmirlənib başladı. Bizden başqa vilayətlərdən həmkəsblərimiz var. Şu yolunuz düşüyatır. Bir mərtəbə olsam şu barıb video qılmadınız Quvoncha. Özü bu yol qaçan işə düşədi. Köp aytadı. Müstakillik veremizəcə bizlərə patarka dediler. Köpçülük aytadı. Yox bu elə yenə bir 3-4 ay yürüydü dedi. Özü kaçan işə düşədi bu? Bizden bu Urganch Xiva yolundaşı avtomobil yolumuz 35 km uzunluqda. Bu da Xudo xolasa Respublikamızda, devletimizde 35 yıllık beyramına padarka sifətində kuruladı. Faydalanışa tapşırıldı. Sifətli zamanəvi tipdə, acayip tüngü artışlarları və həmmə kolaylıklara iyi avtomobil yolu oladı. Hazır işimize Qarağanda indi bizə sel bir işlib oturtmuz uzaktan, internetdə görüb oturtmuz demir yollara ötədiken bir yerdən. Doğrumun başqa vilayətlərdən işçi güçləri gəlib zor işləb oturtdu dedilər. Şu gəplər rastmı? Hazırda şu 35 km uzunluktaki avtomobil yolumuzda 9 tane yol keçidi mevcut. Kuruluşu 15 tane köprük, 106'da su kuyruğu
çavramallar ötüş üçün, piyadalar hərəkətlənmiş üçün ötüş üçün möcələnən su qurulları şu tunellər mövcud. Quruluşlar yəni hazır olub durubdu. 106 dənə bayağı aytqan su qurulları həməsi qurulub olundu. 15 dənə köprüyümüzdə 14 dənəsində quruluş işləri yekünləndi. Hazırda şu yol ötkəzgiçlərimizdə quruluş işləri olub durubdu. Xuda xahlasa olan şu 1-ci avqust xalatına faydalanışa tapşırırıq. Xuda xalasa bizəni Özbekistan Respublikasının 35 yıllık müstakillıq bəyramımıza eynən bizəni yurtbaşımızın islahatlar səmərəsi də eynən bizəni mana şu Xorazm vilayətində tekiz, ravan yol vaxtdan tecələdi birincidən, ikincidən heç qanday bir muammasız mənzilimizə tez arada yetib alışımız. Əlbəttə bunu zəmirində insan kadrı mənəm kadrım, mənfəətim durğanı anıq sizlə bilən birgəlikdə gördük. Hörmətli gözətçilər, sizlərə bu cərəyanlardan video lavhalarının davamilik cərəyanında hələ köp yaratıb baramız və hazır efirdə bizlərlə suhbətimiz davamında mənə görürsünüz ki, bünyadkarlıq işləri Xorazm vilayətində eynən mənə şu yol misalı da görüşləriniz mümkün. Bir savol məni qiynatdırdıdan yine hazır paran şunca kilometr yerini tezkarlıq, şunçalı sifətli qılıb işlər bizi texnikanız yetərmi? Bizə də hazır 24 saatlik iş rejimi təşkilləşdirilən ikisi mənada işçi xidmətçilərimiz işlə tutdu. 800-dən artıq işçi xidmətçilərimiz hazır gündə iş fəaliyyətini alıb var tutuşurdu. 1000-dən artıq məxsus texnikələ şu yolda quruluş işlərini əmələ aşırtdırdı. Demək, həmməsi caylı-cayında boğan üçün, gücünüz boğan üçün, texnikanız boğan üçün islahatlar zor ki. Həmərsə, xuda xalasa qurumumuz özümüzü Xorazm Avtomobil Yolları Baş Başqarmasının güc qüvvəti, texnikələri, işçi xadimləri müəssisəsi cəlb edilib, əcaib sifətli xalatda şu faydalanışa tapşırırlar. Ya işçimizə qaranda başqa vilayətlərdən həm gəp durubdular, ulanam aylık maaşları vaxtında, aşınin bob durubdum, misal üçün internetlərdən görüb durubmuz, bu vilayətdən maşınlar öz gücü bilən gəlib, mehnət qılıb durubdurdular, aylık işləb durğanları, güllükə deyən gəplərdən həmməsi vaxtında bob durubdu axırən. Həmərəsəsi cayında şu başqa vilayətlərdən qoşumça yardımlar alınıb durubdu, texnikələr bu boyunca İş xidmətçiləri boyunca yardım gücləri, şu köprülər, köprüyü səbəblə onlardan başqa vilayətlərdən yardım gücləri cəlb edilməyən. Malades. Yenə bir sizə mənə təklifim və iltimasım xuda xalasa yolunu müstakillıq bəyramı açadığım bolsanız mən yaddan çıxıb getməyin. Xuda xalasa. Yaşılığınızı aytmasam siz aytadın bu. Ki nə deyəcəkəm, aylıqla normal emisləmi? Aylıqla əcaib, xuda şükür vaxtında mənəsə. Elatınızı, küçələrinizi öyrətib qopmaz, şu işdə iş riski bərdir. Beton. Yamansız yama. Hörmətli gözətçilər, bizəni gözətçidə davam etdinglər. Xorazm vilayətində olub barilayotgan islahatlar səmərəsində yuqarıda aytıb ötganimni siz və bizning mənfəətimiz üçün. Əlbəttə xuda xalasa bu yollarımız əcaib bu tezlikni etib yol hərəkət xəvfsizliyi qayı ağaynilərimiz bilgiləb bərədikən çə tezlikdə yürümüz əlbəttə bu astan tezlikni aşırmasdan yürüşəm əlbəttə bizəni sağlığımız üçün mənzilimizə esan-aman başımızda əlbəttə bu bizə üçün ən mühümdür əzizlərim. Bizəni gözətinlə yetik qamanla keyin birazdan ki yenə şu mövzuya qayıtamız əzizlərim.